Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün deməli Salam uşaqlar, yeni tədrisimiz xeyirli olsun. Hər bir abituriyent üçün, həm də öz şagirdlərim üçün xeyirli olsun. Demək, TikTok, Instagram və YouTube səhifələrinə demək, artıq yeni dərslərimiz paylaşılmışdı. Təbii ki, arada bir tətil müddəti oldu. Tətildən sonra yenidən demək, dərslərimiz artıq başladı. 2026-2027-ci il tədris ili üçün həm şagirdlərimizə, həm də mənlərimizə xeyirli və uğurlu olsun. İnşallah bu şagirdlərimizin hamısı növbəti il tələbatını qazansınlar. Bu arada onu da qeyd edim ki, 2026-2027-ci il demək qeydiyyat davam edir. Həm 9, həm 10, həm də 11-ci illər qeydiyyat yazıla bilər. Hal-hazırda 11-lərin dərsə başlamışıq artıq biz. Sentyabrdansa 9 və 10-cu ildən dərsimiz başlayacaq. Sentyabr ayında isə onlayn dərslərimiz mövcuddur. Onlayn dərslərdə müraciət edə bilərsiniz. Həm də məzunlarımız da müraciət edə bilər. Və belə bir şey düşündüm uşaqlar, artıq sizin üçün xəritli suallarda artıq izah etməyə çalışacağım artıq. Çünki xəritli suallarında bayağı, yəni belə deyək, problem yaşayan şagirdlərimiz var. O səbəblə həm qədim dövrü, həm müasir dövrə aid ümumi olaraq xəritə üzərindən ölçələr, onların izahlarını paylaşacağım. İnşallah dinləyin, faydalı olsun və baxın. Və ümumiyyətlə hansı xəritə sualları daha sonra istəyirsinizsə onunla bağlı kommentləri yaza bilərsiniz. Başlayırıq demək uşaqlar. Birinci sual demək Azərbaycan demək şəhərlərindən başlayırıq demək uşaqlar. Azərbaycan şəhərlərimiz deməli. Burada ümumiyyətlə uşaqlar burada görürsünüz ki, xəritə sualın yəni belə deyək də imtahanda bununla bağlı çox ciddi problem yaşayan uşaqlar olurlar. Xəritə suallarımızla bağlı təbii ki. Və burada bunun izahını verəcəm inşallah. Diqqətlə qulaq asasınız, bir də elə diqqətlə baxsaz, bu elə həmişəlik sizin yadınızda qalacaq. Başlayaq demək uşaqlar. Birinci sual deməli, Azərbaycan şimal və cənub istiqaməti uşaqları var. Bildiyimiz ki, bu sual bütöv Azərbaycandır. Ümumiyyətlə uşaqlar, biz şimalı və cənubi Azərbaycanı necə müəyyən edirik? Şimalı və cənubi Azərbaycanı biz bu formatda müəyyən edə bilərik uşaqlar. Bax, burada uşaqlar xətt görür uşaqlar, yəqin görürsünüz belə. Şu xətti belə görürsünüz. Uşaqlar, burada Lənkəran da buradan alaq bunun içinə. Demək, bu qırmızı xəttdən çəkdiyim uşaqlar demək istiqamət. Bu işarə qoyduğumuz hissə uşaqlar demək Şimali Azərbaycandır. Bu işarə qoyduğumuz hissə bu Cənubi Azərbaycandır uşaqlar. Yəni bu aradakı xətt uşaqlar, qırmızı xətt uşaqlar var. Bu uşaqlar Araz sayılır. Araz sayının yuxarısı şimal torpaqlarımız sayılır. Aşağı demək qoyduğum işarə isə bu cənub torpaqlarımız sayılır uşaqlar. Demək, bura qədər uşaqlar bildik. İndi bəs biz Şimal və Cənubi Azərbaycanı necə müəyyən edə bilərik? Yəni, başqa hansı formatda biz burada bunu müəyyən edə bilərik? Çox sadə bir üsul var uşaqlar. Burada uşaqlar görürük. Uşaqlar göyçü görür uşaqlar, yəni görürsünüz. Uşaqlar işarəyə aldım. Göyçü görürüz. Birinci artıq da şimal torpaqlarımız sayılır. Şimal torpaqlarımız. Cənub torpaqlarımızı bəs necə müəyyən edilir? Uşaqlar Urmiya görür uşaqlar. Urmiya uşaqlar gördünüz. Birinci artıq bura Cənubi Azərbaycan torpaqları sayılır uşaqlar. Yadınızda qalsın. Demək, şimal torpaqlarımız, cənub torpaqlarımız uşaqlar. Bir uşaqlar deməli, bir də ki, Bakı istiqamət uşaqlar. Yəni, xəritələrin bir çoxunda, uşaqlar, məsələn, burada diqqətlə fikir versəz, uşaqlar, bura Bakı, uşaqlar, buranı görürüz, birinci bura şimal daxildir. Demək, şimal və cənub uşaqlar biz iki formada müəyyən edirik. Uşaqlar, Göyçə gölü, dedim uşaqlar, və Urmiya gölü uşaqlar. Göyçə gölü şimal torpaqlarımızı əhatə edir, Urmiya gölü isə cənub torpaqlarımızı əhatə edir. Bir də uşaqlar, burada bir məsələ var. Bir çox abituriyentin qarşıladığı və diqqət etmədən səhv etdiyi bir hissə uşaqlar. Lənkəran və Naxçıvan uşaqlar. Bunlara həmişə elə bir cənub torpaqlarımız kimi götürülür. Lənkəran və Naxçıvan Azərbaycan şimal torpaqlarını əhatə edir. Bunlar Azərbaycan cənub torpaqlarına aidiyyəti yoxdur. Bir də təkrarlayıram. Lənkəran və Naxçıvan Azərbaycanın şimal torpaqlarını uşaqlar əhatə edir. Belə, uşaqlar, bura qədər gəldik uşaqlar, yəqin ki, bunları bildiniz. İndi uşaqlar qaydaq demək şəhərlərimiz uşaqlar. Şəhərlərimizi müəyyən edir uşaqlar, şəhərlərimizi tapaq. Şəhərlərimiz. Demək uşaqlar, gəldik indi. Bəs biz burada, birinci cənubdan başlayaq uşaqlar, sonra şimalı izahını verəcəm uşaqlar. Cənubda əsas uşaqlar bizə ən önəmli 3 dənə uşaqlar şəhər var. 3 ən önəmli şəhərimiz
Hansı uşaqlar? Üzr istəyirəm. Hə. 3 ən önəmli şəhər deməyəcəyim şəhərimiz bu şəhər Təbriz şəhəri, Təbriz şəhəri, Marağa şəhəri, bir də Ərdəbil şəhəri olur. Bu 3 şəhər uşaqlar. Yəni belə deyək ki, imtahanlarda ən çox qabağımıza çıxan demək şəhərlərdir. Və bunu da vurğulayaq ki, bu 3 şəhər paytaxt şəhərlərimiz oldular. Ona görə də imtahanda bununla bağlı suallar qabağımıza tez-tez çıxa bilər. İndi bir şey olur. Burada Təbrizin və Marağanın bir dənə istiqamətimizi müəyyən edək. Urmiya gölünün görünüşü olur. Bu Urmiya gölü uşaqlar bildiyimiz Urmiya gölü. Urmiya gölünün tam üstündə uşaqlar. Diqqətlə fikriniz, Təbriz Urmiya gölünün tam üstündə yerləşir. Yəni ən üst istiqamətində. Yəni bu Urmiya gölünün tam üstündə yerləşən şəhər hansıdır? Təbriz şəhəri uşaqlar. Burada xəritə uşaqlar gördüyünüz kimi Təbriz burada yerləşir. Təbrizin tam aşağısı, yəni Urmiya gölünün aşağısı nə hansı şəhər yerləşir uşaqlar? Marağa şəhəri yerləşir. Marağa şəhəri isə Urmiya gölünün tam aşağısında yerləşir. Təbriz isə tam onun hansı istiqamətində yerləşir? Üst istiqamətində yerləşir. Yəni Urmiya gölünü şəhər tapdıq. Urmiya gölünün tam elə bir üst hissəsi Təbriz, aşağı hissəsi Marağa şəhəri yerləşir. Belə yadımızda qalsın uşaqlar. Bunu diqqət edək. Bu məsələyə diqqət edək. Sonra davam edək. Gəldi demə uşaqlar. İndi Təbriz uşaqlar bildik. Təbriz və Marağa şəhərlərini uşaqlar dedik. Bura qədər bildik. İndi uşaqlar gəldi indi burada bir də Ərdəbil şəhəri uşaqlar deməli. Təbriz Urmiya gölünün tam üstündə yerləşir, Marağa onun aşağısında yerləşir. Uşaq xəritdə gördüyünüz kimi gölün üstü və aşağısı. Bir də Ərdəbil şəhəri uşaqlar. Ərdəbil tapmaq uşaqlar ən rahat yol uşaqlar. Gördüyünüz kimi uşaqlar Ərdəbil şəhəri. Uşaqlar baxın Təbrizin düz qarşısında yerləşir. Bax diqqətlə fikir edin. Təbrizin tam qarşısı hara yerləşir? Ərdəbil şəhəri yerləşir. Və Ərdəbil tapmaq uşaqlar bir dənə də yolu uşaqlar bura Xəzər dənizi uşaqlar bildiyimiz kimi Xəzər dənizinin tam sahilində yerləşir. Yəni cənubda biləcəyimiz 3 belə deyək də ən önəmli şəhərlərdən birinin uşaqlar izahını verdim. Bunu yadımızda qalsın uşaqlar. Diqqətli olaq. Təbriz, Marağa və Ərdəbil. Təbriz Urmiya gölünün üstündə, Təbrizin aşağısı Marağadır. Təbrizin tam qarşısı Ərdəbil şəhəri yerləşir. Bir də uşaqlar burada Gilan uşaqlar görürsünüz. Uşaqlar burada Gilan var. Gilan Xəzər dənizinin, uşaqlar Xəzər dənizini yəni bilirik. Xəzərin tam uşaqlar oxşar göstərirəm belə baxın. Tam aşağısında uşaqlar, tam aşağısında Gilan elə bir Xəzərin tam altında düşür uşaqlar. Belə yadınızda qalsın vəsəq. Belə uşaqlar cənub şəhərlərini uşaqlar dedik. Davam edək indi şimal şəhərlərində uşaqlar. Deməli cənub şəhərlərinin uşaqlarını diqqət edirik. İndi şimal şəhərlərinin uşaqları var. Şimal şəhərlərdə bayağı bir vaxt aparacaq. Bunu da ikinci hissədə inşallah paylaşacağım uşaqlar. Oldu, sağ olun.